يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله الحمد لله الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد، قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ومن نعمره ننكسه في الخلق أفلا يعقلون. Möhtərəm müsəlmanlar, bugünkü xutbəmizin mövzusu qocalara hörmət dinimizin əmridir. Əziz müsəlmanlar, Uca Allah bütün varlıqları kamil bir nizam intizamı əsasən xəlq etmişdir. Hər bir canlının öz nəslini davam etdirməsi bu sistemin bir parçasını təşkil edir. Həyata yeni qədəm qoyan hər canlı zəif, aciz və himayəyə möhtac halda dünyaya gəlir. Sonra inkişaf edərək yetkinləşir, zaman keçdikcə güclənir. Və nəhayət yaşa dolub qocalır. Qocalıq və yaşlanma həyatın danılmaz həqiqətidir. Dünya həyatının fani, insanın aciz və ölümün şəksiz şübhəsiz olduğunu göstərən bu həqiqət, uca yaradanın bağı və qüdrətinin sonsuz olduğuna da açıq dəlildir. Buna işarə edən Allah-u Teala Qur'an-ı Kərimdə xutbənin əvvəlində oxuduğum ayət-i kərimədə belə buyurur: Bismillahirrahmanirrahim. Və mən nu'ammiruhu nunaqqisuhu fil xalqi əfələ ya'qilun. Buyurur ki, hər kəsə uzun ömür verərək onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq. Qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib, bildiklərini unutdurar, özünü də uşaq kimi edərik. Məgər kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu dərk etməzlərmi? Yasin surəsi 68-ci ayə. Əziz möminlər, bugünün gəncləri sabahın yaşlıları və qocalarıdır. Bugün malik olduğumuz gənclik, sağlamlıq, güc və qüvvəti ömür boyu qoruya bilməyəcəyimiz bir gün qocalığın bizi taqətdən salacağı hər birimizə məlumdur. Bu qanun həyatda heç kəsdən yan keçməmişdir. Bir gün özümüzün də qocalığımızı bildiyimizə görə yaşlılara, xüsusilə ata-anaya, nənə və babalarımıza qarşı ehtiramla davranmalı, bu işdə evladlarımıza və gənclərimizə nümunə olmalıyıq. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm daim qocalara hörmət göstərməyi və onlara nəvazişlə davranmağı tövsiyə etmiş. Bir şey verdikdə əvvəlcə onlara təklif etməyi və hər bir işdə onları önə keçirməyi buyurmuşdur. Böyüklərə hörmətsizlik, kiçiklərə kobudluq edənin kamil mömin sayılmadığını da Allahın elçisi sallallahu aleyhi və səlləm bir hədis-i şərifində belə vurğulamışdır. Mən ləm yərhəm səğirənə və yuvaqqir kəbirənə fəleysə minnə. Buyurur ki, kiçiklərimizə mərhəmət etməyən və böyüklərimizə hörmət göstərməyən bizdən deyildir. Davranışları ilə hər işdə insanlığa nümunə olan Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm bu işdə də bizə nümunəvi həyat yolu aşılamış, bildirmişdir. O, valideynləri vəfat etdikdən sonra onu himayə edən, müşriklərin hücumlarından qoruyan əmisi Əbu Talibə xüsusi hörmət bəsləmiş, həmişə ona yüksək ehtiram göstərmişdir. Əsillər arasında özünə süd analığı etmiş, Sümeyyə ananı da tanımış, dərhal ona azad etmiş və hədiyyələr verərək yola salmışdır. Allahın elçisi sallallahu aleyhi ve sellem bildirmiştir ki,
yaşlılara kömək və qulluq edən şəxs qocalıqda Rəbbimiz də ona qayğı göstərən və yardım edən birini bəxş edər. Möhtərəm müsəlmanlar, zəifin əlindən tutmaq, xəstəni ziyarət etmək, acıları doyurmaq və möhtaclara yardım əlini uzatmaq, qocalara hörmət göstərmək dini vəzifələrdəndir. Quran-ı Kərimin bu ayəsi qoca ata-anamıza necə davranacağımızı açıqlayan ən gözəl əxlaq mənbəyidir. Allah Teala buyurur ki, İsra surəsi 23-24-cü ayədə, Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb, qocalığın ən düşkün çağına yetərsə, onlara uf belə demə, üstlərinə qışqırıb, acı söz söyləmə, onlarla xoş danış, onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına salıb, ey Rəbbim, onlar məni körpəligimdən nəvazişlə tərbiyə edib, yəni bəslədikləri kimi, sən də onlara rəhim et, deyərək dua et. Ələ innə əhsənəl kələm və biləğəl nidam, kələmullahil əzizil ələm, İnnəllâhe və mələikətəhu yusallûne alən nəbi, ya eyyuhəllezîne âmenû sallu aleyhi və sellimu təslîmâ.